Kaş ki anam yanımda olaydı. O qədər deyiləsi sözlərim var. Ürək sözlərimi mənim ən yaxın rəfiqəm anam idi. Ona deyirdim. Amma zaman sizi gücləndirdi. O gedəndən sonra çox tək hiss elədim özümü. Qızım gələndə qızımla bağlanmışam. İndi anam mənə verdiyi sevgini, indi evladıma verirəm o böyük sevgini. Anaların qədrini var olanda bilin. Ana varkən, evindəykən qədrini bilin. Yanınızdaykən doğmalarınızın qədrini bilin. Bir gün yaranan, bir gün gedir. O qədər insan, kaşkilər deyir ki, kaş ki anam olaydı, kaş ki anama bu sözləri deyəydim. Gecələr tək qalanda o qədər olub. Siz çatsaydınız o məqama, neyniyərdiniz? Neçə dəfə olub ki, anamın ürəyi onda, anam da ürəyindən xəstələnib. O anda anama neçə dəfə olub ki, demişəm, ama yox. Hətta həkim deyirdi ki, qoymursan. O qədər həkimlər həmişə, mən istəmirəm anama elədiklərimi deyəm. Hamı bilir ki, mən ona nə böyük sevgi ilə, borcumuzdur. Valideynə, evlada yanaşmaq, baxmaq borcumuzdur. Borcumuzdur. Mənim elədiklərim hətta azdır. Kaş ki yenə də yanımda olaydı. Onun elədiklərini mən ona ödəyə bilmədim hələ. Heç vaxt ödənməz. Ananın insanı dünyaya gətirir, böyüdür. Bugün bir evladı çətinliklə, misal üçün adam böyüdür. Gör, analar, o vaxtın anaları bir ailədə 4 evladı necə böyüdü? Bu vaxt köməkçi yox idi. Bu cür sevgi verib, tərbiyə verib, dərsə gedib, dərslərimizdən maraqlanıb. İndi uşağa, evlada müəllim də tuturuq, köməkçi də tuturuq. Evə yenə də çatmır vaxt. Yəni, anam evimizdə, vallahi o qədər təmizkar idi. Of! Kaş ki valideynlər dünyasını tərk etməyəydi.